Rahim elhamdülillahi rabbil alamin ve sallallahu ve sellem ala nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Umdetül Fikhi devam edirik. Namaz kitabında El-İmame bölümündeyiz. İmamlık bölümünde. İbn-i Qudam rahmanullah deyir ki kadının kişilere imamlık eləməsi səhih değil. Yani bir kadının kişilere namaz kıldırsa. Bu nedir? Səhih değil. Allah subhanahu teala Kur'an-ı Kerim'de diyor ki Er-ricalu kavvamun alen nisa'i bima faddalallahu ba'dahum ala ba'd ve bima enfaku min emvalihim. Kişiler kadınlar üzerinde kavvamdır. Yani Allah Teala onları bazısının üzerinden inlemişti, faziletlendirmişti mallarından xərclədikləri için. Kişiler mallarını xərcləyir. Bu nöqtədə nədir? Kadınlardan əfsəldirlər. Nisa suresi 34. ayet. İmam Şafii rahmetullah diyor ki kadın kişilere namaz kıldırsa ve izâ sallatil mar'atu bi ricalin ve bi nisan, kişilere de kadınlara da oğlan uşaqlarına da namaz kıldırır. Kadınların namazı muczi'e sayılır. Kişilerin ve oğlan uşaqlarının namazı sayılır. Kadın imamlık eləsə. Lianna Allah azza ve celle, çünkü Allah Teala kişileri kadınlar üzerinde kavvam ediptir. Ve kasarahunna an en yekunna evliya ve gayri zalik. Yani kadınları kişiler üzerinde hiçbir evliyalık edebilmezler, olabilmezler. Ve la yecuzu en tekunel mer'atu imame raculin fi salatin bi halin ebeden. Hansı hallı olsun kadın kişiye imamlık edebilmez namazda. İmam Şafii rahmetullah El-Um kitabında bunu deyir. İmam Nevevi rahmetullah demişti ki Şeyh Ebu Hamid demişti ki mezhebül fukaha, fakihlerin mezhebi odur şu, yani kifayet kadar yani fakihlerin mezhebi odur şu, kişilerin namazı kadınların arkasında sahih değil. İlla Ebu Thawr'in vallahu alem, yalnız Ebu Thawr istisnasını getirmişti. Yani kendisini Allah bilir. Kale ashabuna dedikte İmam Nevevi rahmetullah, yani Şafiiler yani. Böyle diye. فإن صلى خلف المرأة ولم يعلم أنها امرأة ثم علم لزمه الإعادة بلا خلاف. El-Mecmu' kitabında İmam Nevevi rahmetullah diyor ki eğer bir kişi bir kadının arkasında namaz kılarsa, bilmezse ki o kadındı. Olabilir. Bilmezse. Bilse lazım olur namazı qaytarmağa. İhtilafsız. Lazım için namazı qaytarsın. Çünkü deyir imamlıq vilayet növündən bir şaxədir. Başçılıq növündən bir şaxədir. Ebu Bekra radiyallahu anhudan sabit olmuştu ki, demişti ki Allah'ın Resulü sallallahu aleyhi ve sellem demiştir. Len yufliha kavmun vellev emrahum imra'a. Bir qövüm nicat tapmaz, onun emri başçısı, işinin vəlli edən kadın olarsa da. Yani bir qövmün başçısı kadın olarsa da o qövm nicat tapmaz. Sahih hadis Buxari'de gelmiştir. 4425. hadis. Amma hadis Abdurrahman ibn Khallad an ummi Varakata binti Abdullah ibn al-Haris قال وكان رسول الله صلى الله عليه وسلم يزورها في بيتها. Resulullah sallallahu aleyhi ve sellem Ummu Varaka'nın evinde ziyaret ederdi. Abdullah ibn Haris'in kızıydı o da. Ve ceale leha muezzinen yuezzinu leha. Onun için evde muezzin tayin eləmişdi. Ona azan verirdi evde. Ve emaraha, ona da emrelemişti ki en teumme ehle dariha. Evin ehline imamlık eləsin. Həmin kadın. Fekale Abdurrahman fe ana ra'aytu muezzineha şeyhin kebiran. Ben deyir onun muezzinini, daha doğrusu estağfurullah, kadına yok. Kadına emredi. Deyir gördüm ki Abdurrahman deyir ki gördüm, deyir onun azam verenli yaşlı bir kişiydi. Burada öz evin əhlinə imamlıq eləməkdə məqsəd, bu sözün məqsədi ev əhlindən olan kadınlara olan imamlıqdır. Ev əhlində olan kadınlara nədir? İmam. Kızı var, bacısı var, anası var, kim? Bunlara imamlıq olar. Tarixdə yazılmayıb, görülməyib, zaps olunmayıb ki bir kadın Müslümanlara imamlıq eləsin. Yani
böyük sahabə qadınlardan olubdur, elm əhlindən olan sahabə hansı ki fətvalarda onlara qayıdıblar, soruşublar. Məsələn, Ayşə anamız kimi bundan başqası bunlardan fətva alıblar Rasulullah sallallahu zövcələrindən. Və buna baxmayaraq birində də yoxdur ki, onlar kişilərə imamlıq eləsinlər. Və yaxud da cümə xutbəsi verib onlara cümə xutbəsi versinlər. Yəni bir dəfə də bu baş vermişdi bu şey. İbn Hazm rahmetullah demişdi ki: "Vettefaqu ala enel mar'ate la ta'ummur rical." İttifaq ediblər ki, qadın kişilərə imamlıq eləmir. Və hum ya'lamun enneha imra. Yəni bilsə ki, bu qadındır, olmaz. Bilməyə bilərsən, ola bilər, amma bilsən imamlıq eləməməlidir yəni kişilərə. Fe in fa'alu fesalatun faside icma ilə namazları batildir. Əgər qadını imam kimi qoysalar, təyin eləsələr özlərinə, namazları batildir. Maratibul icma. Və qala həmçinin deyir ki İbn Hazm: "Və la yecuzu en ta'ummul mar'atu ar-racula və la rical." Qadın nə bir kişiyə, nə də kişilərə imamlıq eləməməlidir. Və hada ma la xilafa fih. Yəni bu hansı ki onda ixtilaf yoxdur. Və eydan fa innən nassa qad caa bi ennel mar'ata taqta'u salatar racul idha fatat amamah. Əslində dəlil gəlibdir ki, qadın kişinin namazını kəsir, yəni onun qabağından keçərsə də. Kişinin qabağından qadın keçərsə namaz kəsilir. İxtilaf var da. Namaz təzədən mi qaytarır, yoxsa əcri mi azalır, nəsə barədə ixtilaf vardır. Bəziləri ki, heyizli olmalıdır. Heyizli, bəziləri ki, yəni ki, heyizli o mənada ki, umumən heyizli gələn qadın olmalıdır. Yəni balacaq qız uşağı ki, isə pozmur. Bu formada ixtilaf böyük, yaxşı. Və hukmuhu bi en yekuna bi en tekuna vara racul və la budda fi salat. Qadının lazımdır ki, kişinin arkasında olsun namazda. Və ennel imame yaqifu amamel ma'mumin la budda ev ma'al ma'mun fi saffun vahid. İmam ya arkada namaz kılanlarla qabağında olur, arkada namaz kılanlar qabağında olur, ya da və yaxud da ki bir namaz kılanla bir səfdə durur. Yəni 2 nəfərsiz sənin bölümdə durur. Əgər 3 nəfərsizsə 2 nəfər arkada durur, qabaqda da imam durur. Bu kişilərdə belədir yəni. Yaxşı. Və min hadihi nusus yəsbutu butlanu imamətil mar'ati lirraculi və lirricali yaqinan. Yəni bu dəlillərlə sübut olunubdur qadının kişiyə və yaxud da kişilərə imam eləməsinin batil olması. Yəqinliklə nədir? İnsan bunu deyə bilər. El-Muhallədə deyir İbn Hazm rahmehullah bunu. Sonra İbn Qudam rahmehullah kimin ki CD buraxması var, CD axtması var və bunun üstündə olan bir şey. CD buraxma da ola bilər, kimdənsə yeldə çıxa bilər. İnsan var ki, yelini saxlaya bilmir. Xəstəlikdir. Afan Allah və iyyakum. Allah sizlər də, bizlər də bu şeydə afiyətli eləsin. Yəni insan var CD-ni saxlaya bilmir, dayanmadan gəlir ondan. İnsan var çox gəlir, insan var az gəlir. Bunların hökmü nədir? Ləcnəyə sual verirlər, danışırlar. Gəlsin qalan səfərə Allah sağda istəyirəm ki, bizlərə işlə faydalardan olsun. Amin.